Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı və səlavatı olsun onun əziz peyğəmbərinə və o peyğəmbərin mutəhhər əhl-i beytinə və siz dəyərli izləyicilərə. Yenidən sizləri xoş gördük. Bildiyiniz kimi Şəban ayıdır. İmam Zaman əleyhissalatu vəssalamın mövlud günləridir. Allah təbariki və təala bu günləri İmam-ı Zamana iman gətirənlərə, onu sevənlərə mübarək qərar versin və müşküllərini həll eləsin və gələn günlərimizi xeyrə mübəddəl eləsin. Bildiyiniz kimi biz imamət haqqında danışırıq. Keçən söhbətlərimizdə biz imamın cəmiyyətdə vacib olmağından danışdıq və siz əzizlərin nəzərinə bir rivayət çatdırdıq. Rivayət möhtəbər kitabların birindən nəql elədik. Bu gün də inşallah elə həmən mövzunun davamıdır və yenə də söylədiyim rivayət Kutub-i Ərbəə, yəni 4 dənə möhtəbər kitabların birindən nəql edərik. Bunu nəzərinizə çatdırım ki, indi bəzi insanlar var ki, onlar deyirlər ki, imama ehtiyac yoxdur. Çünki kitab bizə bəs eləyər, sünnət bizə bəs eləyər. Yəni, onların nəzərləri budur ki, Quran kifayətdir bizə. Yəni, bizə bir şey lazım olsa, Quranla hökm eləyərik və məqsədimizə çatarıq. Və yaxud Peyğəmbərin hədislərinlə əməl eləyərik və məqsədimizə çatarıq. Görək, bu söz düz sözdür, yoxsa səhv sözdür. Təbii ki, şübhə yoxdur ki, bu söz səhv sözdür. Çünki Qur'anı, sünnəti bizə bəyan eləyən, bizə açıqlayan imamdır. Ona görə də imamın olmağı vacibdir. Yəni, hər bir zaman gərək imam olsun. Əgər Usul-i Kafi kitabına müraciət eləsəz, görəcəksiniz ki, neçə dənə rivayət var ki, o rivayətlər hamısı deyir ki, hər bir zamanda bir imam olmalıdır, insanları düzgün yola hidayət eləməlidir. Və şübhə yoxdur ki, bugün zamanənin imamı Həzrəti İmam-ı Zaman Əccəlallahu Teala Fərəcəhu Şərifdir. Yəni 12-ci imamımızdır, əqidəmiz budur, o sağdır və bizi görür, bizim əməllərimizi görür. İndi nə kimi fayda apara bilərik, ondan nə fayda aparırıq? Təbii ki, bunu alimlərimiz yenə də yazıblar kitabda, oxşadıblar onu günə. Yəni, bugün gün insanlara nə fayda verir? Əlbəttə, çox fayda verir. Gün olmasa, insanların yaşayışı olmaz. İmam Zaman əleyhissalatu vəssalam o misaldadır. İmam Zaman əleyhissalamın vücudunun olmağı elə bərəkətdir. Allah o həzrətin vücuduna xatir yağış endirir və insanlar o yağışla, o sularla qidalanırlar və məhsullar çıxır. Xülasə, bildiyiniz kimi dünyada o neymətlər ki olur, bunlar hamısı İmam Zaman əleyhissalamın bərəkətindəndir. Hər kim İmam Zaman əleyhissalama etiqad eləsə, əqidə yetirsə və onun çətin və müşkül zamanında da İmam Zaman əleyhissalatu vəssalam özünü ora çatdırar və onu həll eləyər. Və ola bilər ki, siz İmam Zamanı görəsiz, amma tanıya bilməzsiniz. Çünki bizdə o göz yoxdur ki, o nur yoxdur ki, biz bir nuru görək. Amma İmam Zaman əleyhissalatu vəssalam bizi görür. Və mən istəyirəm yenə də sizə bir dənə rivayət oxuyum və o rivayətdən anlayarıq ki, bəli, Qur'an-ı Kərimdən, sünnətdən əlavə bizə imam lazımdır. Əgər imam olmasa, biz Qur'anı anlaya bilmərik. Biz o sünnət, o rivayət və hədisləri anlaya bilmərik. Rivayəti yenə də bir neçə dənə ravi nəql eləyir.
Axırıncı ravi budur ki, Yunus ibn Yaqub. Bu deyir ki, mən İmam Cəfər Sadiq əleyhissalamın yanında idim. Yəni 6-cı imamın yanında idim. Şam əhlindən, yəni indiki Suriya, Şam əhlindən bir kişi gəlmişdi. Gəldi, daxil oldu İmam Cəfər Sadiq əleyhissalamın oturduğu o yerə. Dedi ki, mən bir kişiyəm, Şamdan gəlmişəm və elmim də kəlam elmidir. Yəni təvhiddən, Allahdan bəhs eləyirəm. Fiqdən, yəni İslam hüququndan mən oxumuşam. Yəni belə deyək də, özünü təqdim elədi. Dedi, mən aliməm, həm təvhid elmində, həm də İslamın hüququnda. Mən aliməm. Vaciblərdə, yəni İslamın bizə göstərdiyi vaciblər, əməllər ki var, onları mən yaxşı bilirəm və eyni zamanda təvhid elmini, kəlam elmini mən bilirəm. Və gəlmişəm sizin əshabınızla, sizin dostlarınızla, sizin yaxınlarınızla bəhs eləməyə gəlmişəm. Və oxşuyur ki, bu şəxs imamətə əqidəsi yoxudur. Bu şəxs imamı qəbul eləmirdi və lakin gəlib daxil olmuşdu İmam Cəfər Sadiq əleyhissalamın ki, şöhrəti yayılmışdı. Bilirdilər ki, belə bir imam var. Ona görə də bu Şamdan gəlmişdi Mədinəyə. İmama bu sözləri dedi. Dedi ki, mən gəlmişəm, elmim də budur, təhsilim də budur. İstəyirəm sənin yaxınlarınla bəhs eləyim ki, görüm onların elmi nə qədərdir ki, mənlə bəhs eləyə bilərlər ya bilməzlər. Yunus deyir ki, İmam Cəfər Sadiq əleyhissalatu vəssalam ona belə dedi: Kəlamukə min kəlami Rasulillah av min indik. İmam Sadiq ağa buyurdu ki, sən ki söhbət eləyərsən, bəhs eləyərsən, Peyğəmbərin sözlərini gətirərsən, Peyğəmbərin sözlərindən danışacaqsan, yoxsa öz sözlərin? Yəni İmam bunu bildirmək istədi ki, yəni sən Peyğəmbərin kəlamı ilə danışacaqsan, yoxsa öz ağlından, öz beynindən sən nə kəsb eləmisən, anlamısan, onu danışacaqsan. O şəxs İmam Sadiqə belə dedi: Fəqalə min kəlami Rasulillah sallallahu aleyhi və min indi. Dedi ki, həm Peyğəmbərin sözlərindən danışacağam, həm öz sözlərimdən danışacağam. Belə dedikdə İmam Cəfər Sadiq əleyhissalam ona dedi ki, fəəntə izən şərikur Rasulullah. Onda sən Peyğəmbərlə şəriksən. Yəni Peyğəmbər ki, Allah tərəfindən gəlmişdi, hökmləri qeyd elədi, təvhid elmini insanlara başa saldı, fiqhi başa saldı, əxlaqı başa saldı. Onda sən Peyğəmbərlə bu işlərdə şəriksən? Qalə la. Bu şəxs dedi, xeyr, şərik deyiləm. İmam buyurdu ki, sən Allah tərəfindən bir vəhyi eşitmisən, yəni Cəbrail nazil olub sənə bir vəhyi deyibmi, sənə bir xəbər veribmi? Qalə la. Bu şəxs dedi, xeyr, Cəbrail mənə nazil olmayıbdı. İmam ona dedi ki, Peyğəmbərə itaət vacib olduğu kimi sənə də itaət vacibdirmi? Ki Allah Nisa surəsində buyurur, Bismillah, ətiullaha və ətiur rəsul. Allah və Peyğəmbərə itaət elə və ulil əmr minkum və imamlara itaət elə. Allah ki Peyğəmbərə itaət eləməyi əmr eləyib, sənə də itaət vacibdirmi? Bu şəxs dedi ki, la. Dedi, xeyr, mənə itaət vacib deyil. Onda İmam Cəfər Sadiq əleyhissalam, Yunus deyir ki, Yunus ibn Yaqub deyir ki, İmam Cəfər Sadiq əleyhissalam üzün döndərdi mənə, dedi ki, Yunus, bu şəxs elə bəhs eləməmişdən qabaq artıq özünü bir hala saldı ki, sözləri ilə uduzdu.
Yəni bir halda ki, sən Peyğəmbərlə şərik deyilsən, itaətin vacib deyil, Cəbrəil sənə nazil olmur, onda niyə deyirsən ki, həm Peyğəmbərin sözünü deyirəm, həm öz sözüm deyirəm? Gərək deyəsən ki, mən Peyğəmbərin sözünü deyirəm. Həzrət buna işarə elədi, dedi Yunus, bu elə əvvəldən özünü məhkum elədi. Yəni öz sözləri ilə özünü uduzdurdu, bu uduzubdur. Amma Yunus deyir ki, imam mənə buyurdu ki, dedi ki, sən ki, kəlam elmini yaxşı bilirsən, bununla bəhs elə. Yunus deyir ki, mən imama dedim ki, Yəbnə Rəsulillah, mən qorxuram bəhs eləməyə. Axı, siz özünüz qadağan eləmişsiniz bu sözləri. Çünki bu kəlam elmində, tövhid elmində bəziləri belə bəhs eləyirlər, deyirlər ki, bunu bizim ağlımız qəbul eləyir, qəbul eləmir, bəzilərin qəbul eləyir, bəzilərin qəbul eləmir. O bəziləri ki, öz rəylər və fikirlər söyləyirlər, siz qadağan eləmişsiniz. Mən necə bundan danışım? İmam buyurdu ki, Yunus, mən o şəxslərə qadağan eləmişəm ki, onlar bizim sözümüzü demirlər. Onlar bəhsə girəndə bizim sözlərimizi demirlər. Öz ağıllarına nə gəlir, onları deyirlər. Biz onlara qadağan eləmişik. Amma sən ki, bizim sözlərimizi deyərsən, ona görə bu kişi ilə bəhs elə. Və sonra deyir, imam üzün tutdu mənə, dedi ki, Yunus, bax gör çöldə kimlər varsa, kəlam elmini bilənlər, onların hamısını çağır bura. Ki, İmam Əleyhisselamın neçə dənə şagirdləri vardı, sahabələri vardı. Onlar kəlam elmlərində mahir idilər. Həzrət buyurdu ki, onların hamısını daxil elə. Deyir, o şəxslərin içində biri Hişam ibn Salim vardı. O da kəlam elmini yaxşı bilirdi. Və eyni zamanda Qeys ibn Masir vardı. O da yaxşı bilirdi. Və eyni zamanda digərləri vardı. Bunlar hamısı kəlam elmini yaxşı bilirdilər. Və deyir, həmən zamanda da həcc zamanı idi. Həcc zamanından qabaq, yəni Zilhəccə ayından qabaq, İmam Əleyhisselam Məkkədə bir dənə çadır qurdurmuşdu. O çadırda qalırdı. Və insanlar dəstə-dəstə gəlirdilər, imamdan suallarını verirdilər və onların suallarını cavablandırırdı. O şəxslər gedirdilər. Deyir, onda gördüm, imam o çadırdan başını çıxartdı və işarə elədi bir nəfərə, gördük o bir nəfər dəvə kimi sürətlə gedir. Baxdıq ki, o şəxs kimdir? Gördük, bəli, o şəxs Hişam ibn Həkəmdir ki, o kəlam elmini çox yaxşı bilirdi. Yunus deyir ki, elə Hişam da cavan idi, hələ üzünə saqqal təzə gəlmişdi. Onun üzündə hələ saqqal təzə çıxmışdı və Hişam da bu kəlam elmini bilənlərin içində idi. Və imam işarə elədi Hişama. Ki, bunu da qeyd edim, İmam Cəfər Sadiq əleyhissalamın neçə dənə tələbəsi var idi. Bəzi tələbəsinə deyirdi ki, sən get ancaq və ancaq İslamın hüququndan danış. Bəzilərinə deyirdi ki, get tövhiddən, Allahın isbat eləmək elmindən danış. Bəzilərinə deyirdi, get məntiqdən danış. Çünki Həzrət özü bilirdi ki, onların hansı elmidə daha inkişafı var, daha kamildilər və Həzrət onları göstəriş verirdi və eləyirdi. Və deyirlər, Hişam da kəlam elmində çox mahir idi. İmam əleyhissalatu vəssalam Hişama yer verdi. Hişama bir qəşəng şərait yaratdı, yer verdi. Dedi ki, və qalə, İmam Hişama dedi ki, Hişam, bizə kömək elə öz qəlbinlə, dilinlə, əlinlə. Yəni, əslində imamın ehtiyacı yox idi kiminsə köməyinə. Sadəcə o şamlı kişi ki gəlmişdi, imama buyurdu, mən sənin əshabınla, sənin yaxınlarınla bəhs eləmək istəyirəm, ona görə İmam Hişama deyir. Və imam da bilirdi ki, Hişam ona qələbə çalacaq. Çünki Hişam çox mahir idi. Ona görə bu sözü dedi. Və illa İmam Cəfər Sadiqin kiminsə köməyinə ehtiyacı yoxdur. İmam Cəfər Sadiqin elmi lədunni elmdir. Yəni, onlar gedib təhsil alıb, hansısa məktəbdə elm öyrənməyiblər. Allah tərəfindən o elm onlara verilmişdi. Və lakin
onların içində, o neçə nəfərin içində İmam Hişama belə dedi ki, Hişam, sən kömək elə mənə bi qalbihi və lisanihi və yadihi. Ki, sən kömək elə. Sonra İmam əleyhissalatu vəssalam nə buyurdu? Rivayət uzun rivayətdir. Ona görə də mən istəyirəm rivayəti burada saxlayım, o hissəsini burada saxlayım. Gələn görüşlərimizdə bu rivayətin davamını inşallah siz əzizlərin nəzərinə çatdırım. Allah heç zaman bizi imamətdən ayrı salmasın. Allah bizim zəmanənin imamının o mübarək qəlbini hər birinizdən razı və xoşnud eləsin və sizin hər nə müşkülünüz var, Allah o həzrətə xatir müşkülləri həll eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.